Xoş gördük, əziz dinləyicilər. Ukrayna ordusunun Belqorada vurduğu zərbə nəticəsində 2 gündür ki, oradan həyəcanlı xəbərlər gəlir. Bu həyəcanlı xəbərlər Belqoradda yerləşən böyük bir su anbarının vurulması və orada sızıntının baş verməsinə görədir ki, əgər jalüzlər, əgər bəndlər davam gətirməzsə, Belqoradın böyük bir hissəsini su basa bilər və orada da Rusiyanın demək olar ki, ilkin birinci qvardiyası yerləşir ki, böyük bir hərbi hissələr var. Ora Ukrayna ilə həmsərhəddir. İkinci bir maraqlı xəbər ondan ibarətdir ki, bu günləri Böyük Britaniya mətbuatı The Telegraphın yaydığı məlumata görə Rusiya prezidenti Putin ağır vəziyyətdədir. O hətta devrilməsindən qorxur. İçəridə artıq intriqalar, mərkəzdən qaçma hadisələri də baş verir. Ona görə də Moskvaya artıq silahlı qüvvələr yığır. Moskvanın səması artıq ayrı bir sistem tərəfindən qorunmağa başlayır və öz içində də getdikcə bu mərkəzdən qaçma meylləri çoxalır və Putin özündən qorxur, özünün devrilməsindən, özünün öldürülməsindən qorxur deyə belə bir məqalədə bildirib və bunu hətta biz bu günləri Putin hakimiyyətinin məhz 19-cu sanksiyadan sonra, Amerikanın verdiyi sanksiyalardan sonra biz bunu daha ciddi şəkildə hiss eləyə bilirik ki, hər kəs qalxır, bildirir ki, heç bir sanksiya bizə heç bir təsir etməyəcək. Amerikada bizə heç nə eləyə bilməyəcək. Avropanın da sanksiyalar bizə heç bir təsir eləməyəcək. Məhz bu sanksiyalardan sonra onu deyək. Məhz Trump'ın da açıqlamalarından sonraki 6 aydan sonra baxarıq sizin vəziyyətinizə. Bütün bunlar Rusiyada Putinin vəziyyətini ağırlaşdırır və Putinə qarşı mərkəzdən qaçma hadisəsi günü-gündən güclənməyə başlayır ki, Telegraf nəşri də məhz bunu bildirməyə çalışır ki, Putin hakimiyyətinin daxilində artıq içəridə olan klanlar da bir-birinə qarşı sədd çəkiblər və hər bir an, hər bir zaman istənilən tarixə biz fikir verdikdə belə bir hadisələrdən sonra məhz Hitlerə qarşı da belə bir hadisə baş vermişdi. Mərkəzdən qaçma hadisəsi və yaxud da onun devrilməsi hadisəsi. Məhz bu günləri Putin də bunu öz üzərində hiss eləyir. Təşəkkür edirəm diqqətinizə görə.